Salam, hər vaxtınız xeyir əziz şagirdlər. Mən Eliyar Akademinin Azərbaycan müəllimi Sona Məmmədova. Bugünkü imtahanın suallarını, Azərbaycan suallarını sizin bir yerdə yoxlayıb nəzərdən keçirək. Deməli, 31-ci sualda cümlədə əsasən təyin kimi işlənən feili birləşmələr haqqında doğru fikri müəyyən edin. Deməli, cümlədə əsasən təyin kimi işlənən feili birləşmələr hansılardır? Yəni, feili birləşmə ümumiyyətlə məsdər tərkibi, feil sifət tərkibi və feil bağlama tərkibidir. Burada özüm birbaşa qəsdən feil sifət tərkibi olaraq soruşmadım ki, ağlınızda olsun ki, yəni feilin birləşmələrin hansı növü təyin kimi işlənir? Əlbəttə ki, əsasən özdə yazmışıq. Əlbəttə ki, feil sifət tərkibləri. Deməli, feil sifət tərkibləri haqqında doğru fikirlər yazmalıyıq. Bir və ya daha çox söz özünə tabe edib tərkib əmələ gətirərək yaranır. Bəli, doğrudur. Feil sifət tərkibi bu şəkildə yaranır. Əsas tərəf müxtəlif zaman məzmunu ifadə edə bilir. Bəli, indiki zaman məzmunu ifadə edə bilər, məzmun sözünə diqqət və yaxud da keçmiş zaman məzmunu ifadə edə bilər. Məsələn, yazdığım kitab keçmiş zaman məzmunu ifadə edir və s. Bu da doğrudur. Tabe edici tərəf, yəni əsas tərəf həm feilin, həm zərfin xüsusiyyətini daşıyır. Bu feili bağlamaya aiddir. Yaza bilməyin birləşməsi bu feili birləşməyə nümunə ola bilər. Yaza bilmək, oxuya bilmək, görə bilmək, bunlar mürəkkəb feildir. Bu söz birləşməsi deyil, etmək, eləmək, olmaq, bilmək. Özüm qəsdən sizi çaşdırmaq istəmişəm ki, əsas o da öyrədici olsun. Məncə, çalışanlar da artıq bilmiş oldu, xatırlamış oldu bəlkə də. Deməli, ona görə də bu səhvdir, götürmürük. Onun dediyi sözlər ağlımızdan çıxmırdı cümləsində buna aid nümunə var. Onun dediyi sözlər hansı sözlər? Onun dediyi həqiqətən də feil sifət tərkibidir. Ona görə də götürürük və cavab olacaq 1, 2, 5, yəni C variantı. Daha sonra 32. Tamamlığı ismi birləşmə ilə ifadə olunmuş sadə cümlə. Burada sizdən 3 şey əslində istəmişik. Tamamlığı ismi birləşmə olsun. Daha doğrusu tamamlıq olsun, ismi birləşmə ifadə olunsun və sadə cümlə olsun. Yazdıqlarıma, oxuduqlarıma uzun müddət keçdikdən sonra yenidən nəzər salmağı özümə borc bilirəm. Nə edirəm özümə borc bilirəm? Kim? Mən. Nəyi özümə borc bilirəm? Yazdıqlarıma, oxuduqlarıma uzun müddət keçdikdən sonra yenidən nəzər salmağı. Burada tamamlığımız məsdər tərkibinə ifadə olunub, feil birləşmə ifadə olunub. Bunu çıxıram. Onun bu cür oxumağını çox bəyəndik, amma onun lovğa bir olduğunu bildiyimiz üçün bir üzə verə bilmədik. Nə etdik? Bir üzə verə bilmədik. Kim? Biz. Nə etdik? Bəyəndik. Kim? Biz. Nəyi bəyəndik? Onun bu cür oxumağını. Tamamlığın burada ismi birləşmədir. Deyə bilərsiniz, axı əsas tərəf məsdərdir. Niyə ismi birləşmədir? Çünki uşaqlar, şagirdlərimlə də bunun üstündə dəfələrlə dayanmışıq. Əsas tərəf məsdər, feil, sifət, feil bağlama olanda feil birləşmə olur, tamam. Amma əgər o məsdər, o feil, sifət mənsubiyyət qəbul edib isimləşibsə, o artıq ismi birləşməyə keçid eləyir. Yəni ismi birləşmə olmuş olur. Bu artıq üçüncü növ isim birləşmədir. Ona görə də həqiqətən də tamamlığımız isim birləşmədir. Cümləmizdə sadə cümlədir. Çünki biz bəyəndik, biz bir üzə verə bilmədik. Ortaq bir mübtədası var. Bu həmciz xəbərli sadə cümlədir. Cavabımız olub B variantı. O fəxrli atasına baxıb fikirləşirdi ki, böyüyəndə atası kimi hər kəsin hörmət etdiyi, sayılıb seçilən biri olacaq. Burada ümumiyyətlə, baxaq görək, tamamlıq varmı? Xeyr, tamamlıq yoxdur. İsrafil bu söhbətdən sonra bir söz tapa bilmədi. Yalnız öz taleyini düşünərək xəyala daldı. Burada da yoxdur tamamlıq. Güllərin yaz aylarında ötürdüyü qoxu, bu mübtədadır, deməli, daha doğrusu, güllərin yaz aylarında ötürdüyü qoxu onu sanki ruhuna oxşayırdı. Nə edirdi onun ruhuna oxşayırdı, nə edirdi ona can verirdi, daha doğrusu can verirdi. Kimə? Ona. Nə qoxu, hansı qoxu? Güllərin yaz aylarında ötürdüyü. Burada baxsaq təyinimiz var, amma tamamlığımız bir dənə ona sözdür, o da birləşmə deyil. Daha sonra 33. Düzgün yazılmış sözlər. Düzgünü soruşursa, kineskop düzdür, cəlal yox, calal olmalı idi. Pedaqoji düzdür, müntəzəm daimi deməkdir, düzdür. Tələbat yox, tələb sözündən tələbat olmalı idi. Bizdən düzləri soruşurdusa 1, 3, 4, yəni C variantı olacaq cavabımız. Daha sonra 34. Hansı cümlədə özündən sonra gələn ismin təkdə olmasını tələb edən say var? Özündən sonra gələn ismin təkdə olmasını tələb edən say istəyir. 3-cü sırada oturan mənim tanışımdır. 3-cü sıra saydı və sıra saylarından sonra tək də gələ bilər cəmdə. Bir çox tələbələr bundan sonra ümumiyyətlə cəm gəlməlidir. 2-2 oturmaq çətin idi. Burada ümumiyyətlə say yoxdur, bu zərfdir. Hərəkət aiddir. Çox çalışmaq yenə zərfdir, hərəkət aiddir. Sənbər bu məhəllədə çoxdan yaşadığı üçün xeyli adam tanıyırdı. Xeyli.
Bu zərfdir ümumiyyətlə. Xeyli adam, yəni çoxdan sözünü nəzərdə tuturam zərfdir, ona görə baxmırıq. Xeyli adam deyəndə isə xeyli sözü özündən sonraki ismin təkcə tələb elədiyi saydır və cavabımız olur Y variantı. 35-də tünd qarəflərlə verilmiş sözlərdən hansılar adlı haldadır? Bu gündən sağlam həyat tərzinə keçmək qərarına gəlmişik. Deməli, həyatın tərzi gizlənən yiyəlikdir, qeyri-müəyyən yiyəlikdir. Ona görə bunu çıxırıq. Həftə sonlarını təsirlikdir. Böyüyün sözünə baxmayan insan peşman olar. Nə edər peşman olar? Kim? İnsan. Bəli, adlı haldadır, mübtəda rolundadır. 3-ü götürərik. Babamgilin həyəti rəngbərəng güllərlə bəzədilmişdi. Həyət babamgilə aiddir. Mənsubiyyətdir, ona görə adlı haldadır. Gedəni saxlamazlar, bu isə kimi gedəni təsirli haldadır və cavab olur 3-4, yəni C variantı. Daha sonra 36-cı sualımız. Burada da uyğunsuzluq, daha doğrusu 36-cı sual deyil bu. 35 və 36, aha. Bugünkü qonaqlar gedəndən sonra hərəmiz 2 kitab götürüb sabahki müsahibə üçün hazırlaşmağa başladıq cümləsindəki sözlərin morfoloji təhlili ilə bağlı doğru fikirlər. Bugünkü, sabahki sözləri zaman zərfinə aid nümunələrdir. Bu səhvdir, çünki bugünkü, sabahki bunlar sifət düzəldən leksik şəkilçidir, sifətdir. Zərf deyil. Köməkçi qisələrin yalnız 3 qoşma işlənib. Bugünkü qonaqlar gedəndən sonra 1, 3-ün 2, amma başqa yoxdur. Ona görə də səhvdir. Gedəndən sözü feil sifətdir. Bəli, bugünkü qonaqlar gedən vaxtdan sonra. Burada bunu çox uşaqlar çaşır, çox uşaqlar bilmir deyə özüm qəsdən suallarda hazırlayanda salmaq istədim. Yəni bilin ki, bu tip sözlər gedəndən sonra əslində nə deməkdir? Gedən vaxtdan sonra. Bu feili sifətdir. Sadəcə isimləşib deyə yandakı isim düşüb və onun çıxışlıq halı buna qoşulub. Yəni bunlar feili sifətdir. Bu düzdür. Düzü götürdük. Cavab C olur. Sonra quruluşda sadə zaman zərfdir. Xeyr qoşmadı. Hərəmiz təyin əvəzlikdir. Xeyr qeyri-müəyyən əvəzlikdir. Təyin əvəzlik hər idi. Buna oxşar. Hər. Daha sonra 37. Uyğunsuzluq. Əbdülkərim, bu ağlımızda olsun. Əbdülkərim ona görə bu sözləri 5-dən deyirdi ki, nənə seçsin. Nəysə, bir baxsaq. Əvəzlik işlənmişdir. Bu, burada var. Amma burada da var axı. Burada da vəzirliklər var. Ona görə də bu orta olmalıydı. Ortaq yazmadığı üçün səhvi seçməyimiz lazımdır. 1-i götürürük. Tabelik bağlayıcı işlənib. 2 var. Bəlkə ikincisində də var. Yox, ikincisində yox imiş. Bu doğrudur. Xüsusi isim adlı haldadır. Bunu ortaq yazıb, amma ikinci cümlədə, yəni yazmışam, amma ikinci cümlədə axı heç xüsusi isim yoxdur. Ona görə də Əbdülkərim təkcə birinci cümlədə olmalıydı. Bu səhvdir. Bunu götürdük. Hər iki cümlədə xəbər şəklində olan feil var. Xəbər şəklini göstərsəydi zaman şəkilçisi, bəli, istəyir, qazana bilməz, deyir, eşitsin əmirdir bircə. O birisilər amma xəbər şəklindədir. Bu doğrudur. Bunu da çıxırıq. Əmr şəklində olan feil işlənməmişdir. İkinciyə yazmışıq bunu. Bəli, ikincidə yoxdur, həqiqətən də birincidə var, eşitsin. Bu da düzdür. Düzəltmə tərz hərəkət zərfi işlənmişdir. Bu səhvdir, çünki bu birinci cümləyə aiddir. Bərk-bərkdən. Ona görə də səhvləri seçiriksə 1, 3, 6 və cavab olur C variantı. Daha sonra 38. Aşağıdakı şeir parçasında işlənmiş əvəzlərin məna növü. Vicdanı saldı məni, məni şəxs, belə dərdə işarə yazaq, məni, daha doğrusu elə birbaşa şəxs yaza bilərik. Şəxs, işarə, mən, bu da şəxs, 2 şəxs oldu. Ondan 3 şəxs oldu. Öz təyini, gizlənpaç oynadım vicdanımla mən. 4 dənə şəxs oldu. 4 şəxs, 1 işarə, 1 təyini, o da cavab olur. Deməli, B variantı. 39. Biri feildən düzələn sifət işlənmiş cümlədir. Gülən uşaq mənim bacımın kiçik qızdır. Gülən feili sifətdir. Bu heç. Biz ora çatanda hər şey düzəlmişdi. Burada ümumiyyətlə sifət yoxdur. Çatışmayan tək şey düzgün bir plan idi. Bəli, cavab olur C variantı. Çünki düzməkdən düzgün. Gün şəkilçisi feil artırılan şəkilçidir. Məsələn, üzmək üzgün, süzmək süzgün, düzmək düzgün. Feildən sifət düzəldən leksik şəkilçidir. 40-da hansı bənddə uyğunluq pozulub? Muma dönmək amonim frazoji birləşmə deyil. Bu amonim frazoji birləşmədir, səhvdir. Qabağına da səhv yazmışam, doğrudur. Daha doğrusu doğrudursa götürmürük. Muma dönmək biri var zəifləmək, candan düşmək mənasında. Bir də var ki, razılaşdırmaq, susturmaq mənasında. Muma döndərmək məsələn. Qaça-qaça gülə-gülə sözləri feil bağlamadı. Bəli, qaçaraq gülərək. Asta-asta tez-tez sözləri isə zəifdir. Bəli, bu doğru fikirdir.
Burada da doğrudur. Heç bir problem yoxdur. Biraz sözü say kimi işlənə bilməz səhvdir. Çünki biraz su verir məsələn. Say kimi işlənə bilir səhvdir. Amma qabağına doğru yazdığım üçün ona görə də uyğunluq pozuldu və 40-da da cavab olur. Deməli C variantı. Sayılar cümlədə yalnız təyin kimi çıxış edir. Səhvdir. Səhv, amma qabağına da səhv yazmışıq. Düzdür. Çaparaq söz zərf və fiil kimi işlənə bilər. Bəli, vurğu axırda olanda zərfdir. Çaparaq gəldi. Vurğu ikiyə düşəndə isə çaparaq gəldi. Feil kimi işlənir. Ona görə də doğrudur. Qabağına da doğru yazmışıq. Hər şey qaydasındadır. Daha sonra gəlirik mətnə. Əgər sınaqda iştirak eləməyənlər videoya baxırsa, videonu dayandırıb ekran şəklini çəkib mətni oxuyub, daha sonra suallara baxa bilər, sualların izahına. Aha. Deməli, mətn məzmununu nəzərə alıb cədvələ əsasən yanlış fikirlər. Birincidə yanlış fikirlər seçməliyik. Hacı Zeynalabdin şərh eləyək. Hacı Zeynalabdin Tağıyev savadsızlığa mövzu olduğu bir müddətdə cəmiyyətin inkişafının mümkün olmadığını düşünürdü. Nəticədə o təhsil müəssisələrinin açılmasına gənclər izahlarıma davam elədim, amma deyəsən o hissəsi qayda olunmuyub. Ona görə də o hissəsini yenidən çəkmək istəyirəm. Deməli, 41-ci sual deyirdim ki, mətn məzmununu nəzərə alıb cədvələ əsasən yanlış fikirləri tapmamızı istəyir. Səbəbdə yazıb ki, Hacı Zeynalabdin Tağıyev savadsızlığın, yenə də qayda olduğundan əmin olun bu dəfə, bəli. Hacı Zeynalabdin Tağıyev savadsızlığın mövzu olduğu bir müddət cəmiyyətin inkişafının mümkün olmadığını düşünürdü. Nəticədə o təhsil müəssisələrinin açılmasına, pedaqoji kadrların yetişdirilməsinə və təhsilin inkişafına böyük diqqət yetirdi. Bu doğrudur. Burada heç bir problem yoxdur. Tağıyev milli tərəqqinin əsas şərtinin maarifləndirmə olduğunu hesab edirdi. Nəticədə qızlar məktəbini açdırdı. Əlbəttə ki, doğrudur. Hacı başa düşürdü ki, cəmiyyətin problemləri və onların həll yolları haqqında insanları məlumatlandırmaq vacibdir. Məlumatlandırmaq üçün də mətbuatı inkişaf elətdirdi. Doğrudur. Azərbaycanda sosial ehtiyacların qarşılanmasına və şəhərin abadlaşdırılmasına ehtiyac var idi. Nəticədə minlərlə insana iş imkanı, teatr, şəhərdə su kəməri və s. bunlar da doğrudur. O digər varlı şəxsləri də xeyriyyəçiliyə təşviq etdi və onları təhsil müəssisələrini dəstəkləməyə sövq etdi. Nəticədə Hacı Zeynalabdin Tağıyev bilirdi ki, tək başına maarifləndirmə işini həyata keçirmək mümkün deyil. Burada səbəb-nəticə əlaqəsi yanlışdır. Çünki əslində bu bunun nəticəsidir, səbəbidir. Yer dəyişik olmalı idi. Hətta yerinə qoyub oxusaq, səbəb Hacı Zeynalabdin Tağıyev bilirdi ki, tək başına maarifləndirmə işini həyata keçirmək mümkün deyil. Nəticədə o digər varlı şəxsləri də xeyriyyəçiliyə təşviq etdi və onları təhsil müəssisələrini dəstəkləməyə sövq etdi. Bunun yeri yanlışdır. Ona görə də cavab olacaq Y variantı. Daha sonra 42-ci sualda Hacının xeyriyyəçilik fəaliyyətinin ən mühüm sahəsini şübhəsiz onun maarifi mədəniyyətin inkişafına göstərdiyi qayğı təşkil edir. Hansı rəqəmin yerinə yazılsa məzmuna xələl gəlməz, yəni uyğun olar. Deməli, xeyriyyəçilik fəaliyyətinin ən mühüm sahəsi maarif mədəniyyət söhbəti. Baxaq görək hardadır o. Deməli, birincidə tam olaraq deyil, xeyriyyəçilik fəaliyyətindən söhbət gedir. 2-yə qoysaq, savadsızlıq barədə məlumat var. Savadsızlıq mövzu olduğu bir müddət cəmiyyətin anlayışları inkişafı qeyri-mümkündür. Elə bu cümləni qoysaq dalınca da buna görə də o ilk növbədə təhsil ocaqlarının açılmasında maarif söhbəti davam edir uşaqlar. Ona görə də 2-yə qoymamız ən uyğunu olacaq və cavab olur B variantı. Daha sonra 43-də. 43-də deyir ki, mətnə əsasən nöqtələrin yerinə uyğun gəlməyən fikir müəyyən edin. Hacı bir xeyriyyəçidən daha çox uyğun gəlməyən soruşur bu arada. Cəmiyyətin inkişafına təmənnasız xidmət edən bir islahatçı idi. Bu uyğundur. Maarifçilik və mədəniyyət sahəsində böyük irəliləyişlərə yol açan bir intellektual idi. Bu da doğrudur. Milli kimliyi və mədəniyyəti qoruyub inkişaf etdirməyə çalışan bir vətənpərvər idi. Bu da mətnə əsasən doğrudur. Sosial rifahı yaxşılaşdırmağa çalışan bir novator yenilikçi idi. Bu da doğrudur. Xalqın mənafeyini düşünən və siyasətə yönəlmiş bir lider idi. Burada siyasətə yönəlmiş bir lider olması barədə mətndə görmürük. Yəni siyasətçi deyil idi. Ona görə də Y variantı olacaq. Daha sonra 44. Mətn məzmununa uyğun gəlməyən hikmətli fikri müəyyən edin. Baxaq, maarif nurdur, cəhalət zülmət, millətin yüksəlişi üçün təhsilə sərmayə qoyan gələcək işıq tutur. Bu doğrudur, elə Hacının timsalında. Bunu bizdən uyğun gəlməyən soruşur, bunu çıxarır. Daha sonra xeyriyyəçilik yalnız ehtiyac sahibini əl tutmaq deyil, cəmiyyətin inkişafına töhmə verməkdir. Bu da doğrudur. Mənəvi sərvət və elm insanı xoşbəxt edir.
Xeyriyyəçilik isə sadəcə məcburi bir seçimdir. Əlbəttə ki, burada məcburi bir seçimdən danışmır. Yəni orada heç kim mətndə məcbur xeyriyyəçilikdən danışmır. Ona görə də C olacaq. Xalqını sevən insan onun gələcəyi üçün çalışar. Yalnız özünü düşünən insanlar doğrudur. Əsl var dövlət insanlar və vətənə xidmətdən doğan izlərdir. Doğrudur. Bunların hər biri Hacının timsalında doğrudur. Deməli 44-də cavab olur C variantı. Daha sonra 45. Cədvələ əsasən doğru fikirlər. Doğrunu tapmalıyıq. Deməli, doğrudurun altında yazıb ki, Hacı Zeynalabdin Tağıyev təhsilə və maarifçiliyə bu qədər önəm verməsəydi, milli oyanış prosesi daha gec baş verə bilərdi. Bu əslində ehtimala olmalı idi. Ehtimal olaraq. Elə onsuz da cümlənin özündən də bilinir. Fakt olaraq mətn dəqiq deyil. Çar 2-ci Nikolayın qızlar məktəbinin açılmasına icazə verməsəydi, Tağıyev bu məqsəd üçün başqa yollar axtara bilərdi. Bəli, bunu da mətndə deyilənlərdən ikinci bir ehtimal kimi düşünə bilərik. Əgər olmasaydı, mətndə olan versiyası var. Mətndə bu olmayan versiyası yoxdur, axı mətnə görə bu doğru deyil. Mətndə olan versiyası var. Olmayan versiyası artıq bir təxmindir. Tağıyev yalnız neft sahəsində uğur qazanan bir sahibkar idi və xeyriyyəçiliklə məşğul olmurdu. Bu ümumiyyətlə səhvdir, səhvin altında olmalı idi. Ona görə 1-2-3 olanları çıxarıq. Elə cavabımız əslində bəllidir, yenə də baxaq. Yanlışın altına yazıb Tağıyev milli mətbuatın inkişafına dəstək verməsəydi, xalqın maariflənməsi daha çətin olardı. Bu fikir ehtimalın altında olmalı idi. Bu da səhvdir. Bakıda qızlar məktəbinin açılmasına heç bir mane olmamış və hökumət dərhal icazə vermişdi. Yanlışdır. Mane olmuşdu və yanlışın altına yazıb doğrudur. Tağıyev xeyriyyəçilik etməsəydi, minlərlə insan işsiz və savadsız qalardı. Ehtimalda ehtimalın altında yazıb düzdür. 5-6 cavab. Bakının su təchizatının yaxşılaşdırılması üçün Hacı Tağıyev şəxsi vəsaitini sərf etmişdir. Bu ehtimal yox, faktdır. Ona görə də yanlışdır. Səhv yerdə yazıb yəni. Və cavab olur D variantı. Daha sonra 46. Mətnin son cümləsindəki aspekt sözünü hansı sözlə əvəz etsək, cümlənin məzmununa xələl gəlməz. Deməli, aspekt sözünə baxsaq, deməli, Tağıyevin xeyriyyəçilik və sahibkarlıq fəaliyyətinin müxtəlif aspektlərini təşkil edir. Yəni, müxtəlif istiqamətlərini, müxtəlif sahələrini burada biz ən uyğun cavab olaraq mətni oxuyanda, həmin cümləni oxuyanda onsuz da rahatlıqla çıxır uşaqlar. İstiqamətdə yaza bilərik. İstiqamət və yaxud da sahə. Bu şəkildə yazsaq doğru olmuş olur. 47. Mətnə əsasən cədvəli tamamlayan fikir. Xeyriyyəçilik təkcə maddi yardım göstərmək deyil, həm də cəmiyyətin sosial və iqtisadi inkişafına töhfə verməkdir. Deməli, cəmiyyətin sosial və iqtisadi inkişafına töhfə verməkdirə aid bir fakt yazmalıyıq. Mətndə də bunu nə yaza bilərik? Hacı minlərlə insanın işlə təmin olması üçün toxuculuq fabrikləri və balıqçılıq vətəgələri açmışdı, yadınızdadırsa. Hətta o hissəni tapıb göstərə də bilərik. Deməli, o Bakıda teatr binasının inşası bu heç, şəhərə su kəmərinin çəkilməsi bu da yox. Milyonlar sərf edərək toxuculuq fabrikinin işə salması, balıqçılıq vətəgələrinin neft sənayesində minlərlə insanı işlə təmin etməsi. Baxın, bu tam olaraq həmin fikrə aid faktı, bunu yaza bilərik. Daha sonra Tağıyev şəxsi vəsaiti hesabına Bakıya su kəməri çəkdirmiş və şəhərin su təchizatını yaxşılaşdırmışdır. Bu nəyin faktıdır? Məsələn, buna yaza bilərik ki, o şəhərin infrastrukturunun inkişafının əhalinin rifahına müsbət təsir göstərdiyini düşünürdü. Ona görə də şəxsi vəsaiti hesabına bunu elədi və yaxud da bu fikirdə yazmaq olar ki, Hacı Zeynalabdin Tağıyev öz xalqı üçün hətta bəzən öz şəxsi vəsaitindən də müəyyən işlər həyata keçirib, fakt olaraq elə şəxsi vəsait hesabına bunu eləyib də demək olar. Yəni, buna uyğun müddəalar yazmışsınızsa, dediyim bu iki müddəadan birinə uyğun yazmışsınızsa doğru olmuş olur. 48. Mətnə əsasən mötərizə daxilində sözlərdən hansını yazsaq, mətn məzmununa daha uyğun olar. Mötərizə daxilində olan sözlərə baxaq. Deməli, birinci sözümüz millətinə, ölkəsinə, insanlığa təmənnasız, minnətsiz xidmət yolda. Əlbəttə ki, təmənnasız. Birinci təmənnasızı seçirik. Daha sonra ikinci mötərizəmiz, deməli, bunun üçün o müxtəlif vasitələrdən, yoxsa müxtəlif arqumentlərdən istifadə edir. Əlbəttə ki, vasitələrdən istifadə edir. Daha sonra gəlirik aşağı. Oxuyub yazmaq bilməyən bu şəxsin mətbuatda bu qədər əhəmiyyət ayırması, yoxsa əhəmiyyət verməsi, əlbəttə ki, əhəmiyyət vermək olar, yəni uyğun ifadə. Və son olaraq Azərbaycan mühitində elə bir sahə olmayıb, yoxsa elə bir ərazi olmayıb ki, xeyriyyəçilik olmasın. Elə bir sahə və deməli təmənnasız vasitələrdən verməsi sahə. Bu sözləri cavab olaraq yazmışsınızsa doğru olmuş olacaq.
49-da Tağıyevin xarakteri xeyirxah və fədakardır. Bunu nə ilə əsaslandırarıq ki, o xeyirxah və fədakardır? Burada yerdar olduğu üçün şifahi şəkildə deyəcəm. Siz qeyd edə bilərsiniz və yaxud da qeydinizi yoxlaya bilərsiniz. Deməli, buna əsasən biz yaza bilərik ki, o yalnız maddi yardımlarla kifayətlənməyib, həmçinin xalqın maariflənməsi və tərəqqisi üçün böyük işlər görüb, qızlar məktəbini açdırıb, təhsil və mətbuatın inkişafına verdiyi töhfələr onun xeyirxah əməllərinin nümunələridir və sair məzmunda fikirlər yaza bilərsiniz. Daha sonra, bəs burada hansı xarakter görürük? Çətinliklərə baxmayaraq maarifçi ideyalarını reallaşdırmaq üçün mübarizə aparıb, məsələn, qız məktəbinin açılmasına icazə almaq üçün imperatorla, onun ailə üzvləri ilə əlaqə saxlayıb, maneələri aşmaq üçün müxtəlif vasitələrdən istifadə edib. Sizcə bu nəyin göstəricisidir? Maneələri aşıbsa, deməli bu insan qətiyyətlidir. Qətiyyətli, daha sonra iradəli, mübariz, əzmkar və s. yazmısınızsa doğrudur. Onun bütün fəaliyyəti millətin tərəqqisi və rifahı üçün olub. Bu cümləni də elə axıra qədər oxuyanda görürük ki, əsas məsələ millətin tərəqqisi və rifahı üçündürsə bu nədir? Bu onun milli ruhlu və vətənpərvər biri olmasını göstərir. Yazırıq milli ruhlu və yaxud da vətənpərvər. Bunlardan birini yazmışsınızsa doğrudur. 50. Mətnin son abzasındakı qüsurlu cümləni müəyyən edin və onu yenidən təkmilləşdirib yazın. Mətnin son abzasında yəqin ki, mətni oxuyanda da bir çoxunuz artıq hiss eləmişsiniz ki, orada qüsurlu bir söz var. Nədir o söz? Yazıb ki, bu qədər xeyirxah bir insanın işlərindən danışır, müsbət və sonra da yazıb ki, maarif, mədəniyyət, təhsil, sosial ehtiyaclar Hacını narahat etmiş, o öz şəxsi vəsaiti hesabına təmənnalı olaraq bu sahələrin inkişafına çalışmışdı. Uşaqlar, təmənnalı nə demək? Yəni, qarşılıq gözləyərək. Bu qarşılıq gözləmirdi axı təmənnasız olaraq. Siz bu cümləni yazmalıydınız və təmənnalını düzəldib təmənnasız eləməliydiniz. İndi mən cümləni köçürmürəm, amma siz cümləni bu şəkildə təzədən yazıb bunun altına xətt çəkirsəz, cavabınız doğru olmuş olacaqdır. Daha sonra növbəti mətni ekranı dayandırıb oxuya bilərsiniz. Daha sonra suallara bir yerdə baxa bilərik. Birinci sualda deyir, mətnin məzmununa əsasən kursivlə verilmiş hissənin düzgün ardıcıllığını müəyyən edin. Kursivlə verilmiş hissədə düzgün ardıcıllıq, deməli, kursivlə verilmiş hissə haradaydı? Buradaydı, ancaq böyük qardaşı Hüseynqulu tərəddüd etdi. Qızları məktəbə qoymaq təklifi ailədə ciddi mübahisə doğurdu. Əjdər dərhal kiçik qardaşına səs verdi. Axı cavan olan balaca qızların bu böyük səadətdən nail olmamışdı. Deməli, burada əslində aşağı ilə də əlaqəli olan, əlbəttə ki, nə deyə bilərik? Məsələn, burada birinci 5 başlayar, 5-lə başlayarıq. Axı cavan olan balaca qızların bu böyük səadətinə asan nail olmamışdı. Çünki bu hissə ilə uyğunlaşır. O artıq məsud idi. Axı cavan olan balaca qızların bu böyük səadətinə asan nail olmamışdı. Elə 5 ilə olanlar başlayanlar daha doğrusu saxlayaq. Sonra 5, 2 var. Və axırı əlaqələndirə bilərik. 1 və 4. Görək 1 ilə olur, yoxsa 4 ilə. Deməli, burada ancaq böyük qardaş Hüseynqulu tərəddüd etdi. Fikir verirsinizsə, bu elə axırda olmalıdır. Niyə? Çünki ən axırıncıda burada bunu yazsaq, böyük qardaş Hüseynqulu tərəddüd etdi. Çünki qızları məktəbə qoyaq. Düzünü deyim ki, mən bunda fəna bir şey görmürəm. Əksinə, oxusalar yaxşıdır, göz açıq olarlar. Ancaq o bir tərəfdən də cəmaatdan ehtiyat edirəm. Görürsünüz, burada bunun tərəddüdü var. Ona görə də tərəddüd etdi sözü, yəni o cümlə daha doğrusu burada olmalıydı. Yəni bir axırda olmalıdır. Bir axırda olanı da seçsək, cavabımız olur C variantı. 51-də C-dir cavab. 52-də mətnə əsasən hansı fikir ehtimal kimi düşünülə bilməz? Hüseynqulu qızları məktəbə getməsinə razılaşmasaydı, ailə daxilində daha böyük mübahisə baş verərdi, ehtimaldır. Cəfər qızları məktəbə qoymaq üçün bu qədər israr etməsəydi, ailəsi buna razı olmaya bilərdi, ehtimaldır. Cəfərin bu təşəbbüsü digər ailələrə də təsir edərək onları qızları məktəbə göndərməsinə təşviq edə bilərdi. Bu da doğrudur. Yəni doğru deyəndə ehtimal olaraq. Qızların təhsilə başlaması gələcəkdə onların həyatda mühüm dəyişikliklərə səbəb ola bilərdi, ehtimal olaraq doğrudur. Cəfərin qızları məktəbə getməsini cəmiyyətin tərəqqisi üçün vacib hesab etmişdi. Bu ehtimal deyil, bu faktdır. Bu faktdır. Ona görə də cavab olacaq Y variantı. Daha sonra 53-də mətn üslubu ilə bağlı doğru fikir. Mətn üslubu əlbəttə ki, bədii üslubdur. Bədii üslubdursa nəyi seçərik? Ana dilimizin dövlət dilinə çevrilməsi bu üslubun funksional imkanlarının genişlənməsinə şərait yaradıb, əlbəttə ki, xeyr.
elmi üstəvi kitabların dili, sintaksi mümkün qədər adi danışıq dilinə yaxın olur. Publistik üslub nəzərdə tutulur, xeyr. Elmi publistik. Bu üslubda adətən terminlərdən, dialekt və lor sözlərdən istifadəyə yol verilmir, yox, yol verilir. Bədii üslubda dialekt və lor sözlərə yol verilir. Ən vacib xüsusiyyətlərindən biri də ifadəli emosionallıqdır. Bəli, bədii üslubun tam olaraq xüsusiyyəti budur. Bu üslub bu və ya digər fərdin dünya görüşü, təfəkkürü ilə yanaşı dövrü bir sıralarda ovqatı ilə də bağlı olur. Bu da doğru deyil. Ona görə də 53-də cavab olacaq D variantı. 54-də çərçivəyə almış ifadənin hansı sözlə əvəz etsək cümlənin məzmununa xələl gəlməz və düzgünlük bərpa olunar. Çərçivəyə alınmış söz deməli Dağlı məhəlləsindən biz də ləpir salarıq, cəmaatda ardımızda gələr. Elə burada nə deyir artıq? Cümləni oxuyanda tapmaq olur ki, iz salarıq demək istəyir. Burada da ona uyğun nə taparıq? İz qoymaq. Elə A variantıdır. Qarşısına rəqəm yazmış hansı hissəyə ortancıl qardaş qızların məktəbə getməsindən heç eşitmək də istəmədi. Ağlınızı başınıza yığın. Məktəb nədir? Qız nədir? Cümlələri əlavə etsə, mətn məzmununa xələl gəlməz. Deməli, bunu hansı hissəyə əlavə eləyə bilərik? Ortancıl qardaş deyirsə, ağlımızda olsun bu. Baxaq. Burada böyük qardaş danışır birinci. Böyük qardaş nitqi budur. Daha doğrusu əslində bura əlavə eləyə bilərik. Qardaşların danışığı bu hissədədir. Elə 4-ə əlavə eləsək bizə harısını deyir? Hansı hissəyə? Sadəcə həmin hissəyə, həmin abzasa əlavə eləyə bilərik. Həmin abzasda qardaşların fikirləri var. Ona görə də 4 olan abzasa artırmaq olar. Ortancıl qardaşın fikri də burada öz yerini tapa bilər. Ona görə də cavab olacaq D variantı. 55-də oldu D. 56-da tünd şriftlə verilmiş cümlədə hansı söz düzgün işlədilməyib? Bu sözün üslubu imkanlarına görə düzəldib cümlədə yenidən yazın. Deməli, burada tünd qara hərflə verilmiş cümlə budur. Onu təzə libasda görən qardaşlarının dodaqları qımışır, anasının gözləri yaşarırdı. Burada dodaqları qımışır. Bu cümləni yazıb bunun altına xətt çəkə bilərdiniz. Yəni səhv olaraq, üslubu cəhətdən. Məsələn, yazma olardı, bu ifadəni silib qardaşları gülümsəyir və yaxud da gülümsünür və yaxud da dodaqları qımışır deyil, dodaqları qaçır olar. Yəni, bu şəkildə yazma olar. Dodağa qaçmaq nə demək? Yəni, gülümsəmək. Qardaşların dodaqları qaçır, anasının gözləri yaşarırdı və yaxud da dediyim kimi bunu tamamilə kəsib gülümsünüb yazma olar, gülümsünür yazma olar. Amma dodaqları qımışır səhvdir. Daha sonra 57-də çox vaxt biz bir işi görəndə cəmaat nə deyir deyə düşünürük. Fikrini mətnlə əlaqələndirib fikrinizi əsaslandırın. Yer məhdudiyyətinə bağlı, yəni burada azı deyə, şifahi şəkildə deyəcəm. Uşaqlar, burada bizdə diqqətli olun ki, yəni mətnlə əlaqələndirmək lazımdır oradakı obrazlarla. Yaza bilərik ki, mətndə Hüseyn Qulunun tərəddüdü qızları məktəbə qoymaq məsələsində cəmaat nə deyə düşüncəsinə qapılmasına gətirib çıxarır, birbaşa əlaqəlidir. O qızların oxumasını dəstəkləsə də, cəmiyyətin reaksiyasından ehtiyatlanır. Yəni, hələ də Dağlı məhəlləsindən bir başı çarşaflı məktəb üzü görməyib də, deyərək ictimai qınaqdan çəkinir. Bu şəkildə yazma olar. Yəni, mətnlə mütləq onu əlaqələndirin. Cəmaat nə deyə düşünən bir obraz orada Hüseyn Qulu idi. Sırf nitqində də var, elə bayaq kursivlə verilmişsə də gördük. Yəni, bununla mütləq əlaqələndirib yazmışsa doğrudur. 58. Mətnə əsasən cədvəli doldurun. Deməli, altına xətt çəkilmiş sözlər həqiqilik, məcazilik baxımından baxmalıyıq. Deməli, altına xətt çəkilmiş sözlər. Cümlədə oxumalıyıq. Hörükləri qədər uzun olur. Xəyalı bu intihasız yolda gəzməkdən yorulmurdu. Xəyal necə yorulmasın? Xəyal yorulması məcazidir. Daha sonra Bayır şəhərin qızları artıq məktəb qapısını açıblar. Uşaqlar, burada məktəb qapısını açmaq həqiqətən gedib qapını açmaqdan söhbət getmir. Yəni deyir ki, məktəbə gediblər də, məktəbə gedə biliblər, təhsil ala biliblər. Məktəb qapısı açmaq burada məcazi mənadadır. Ona görə məcaziyə qoyuruq. Bu biraz çaşdırıcı ola bilər. Qoymasaq sabah onlar özləri gedəcəklər. Bu isə həqiqidir. Deməli, ilk ikisi məcazidir, sonraki isə həqiqidir. Məcaziyə tik qoyuruq, daha sonra həqiqiyə tik qoyuruq. Yorulmurdu sözünü həqiqi mənada necə işlədə bilərik burada? Məsələn, o nə qədər işləsə də yorulmurdu. Sonra ikinci sözümüz neydi? Açıblar. Həqiqi mənada da yaza bilərik ki, o qapını açıb içəri keçdi. Sonra gedəcəkləri məcazi mənada yazsaq, məsələn, o dərin bir xəyala gedib düşündü.
və s. və yaxud da mal yaxşı gedəcək kimi düşünmək, yazmaq olar. 59. Mətn məzmununu nəzərə alıb cədvəli tamamlayın. Kənardaşların cəfərə münasibəti, cəfərin kənardaşlara münasibəti. Bura yaza bilərik ki, daha doğrusu kənardaşların cəfərə münasibəti orada var idi, fikir vermişdinizsə, hörmət və heyranlıq var idi. Onlar onun tələbə kostyumunda gəzintisini sevinç və həsədlə izləyir. Şahbikənin oğlu böyük adam olacaq kimi sözlərlə ona ümid bəsləyirdilər. Bu cəfərin savadlı və uğurlu biri kimi qəbul edildiyini göstərir. Bax, belə bir şeylər yazmışsa doğrudur. Cəfərin kənardaşlara münasibəti. Buna da yazmaq olar ki, Cəfər ətrafdaşlara qarşı qətiyyətli və inandırıcı mövqe sərgiləyirdi. O qızların oxumasının vacibliyini vurğulayırdı cəsarətli bir şəkildə və başqalarına nümunə olmaq lazım gəldiyini bildirirdi. Sonra Hüseyn Qulunun tərəddüdünə qarşı arqumentlər gətirirdi, faktlar gətirirdi. Cəmiyyətin inkişafı üçün ilk addım atmaqdan çəkinməmək lazım olduğunu deyirdi. Yazsaz doğru olar, yəni bu məzmunda. 60-da mətnə əsasən cədvəli tamamlayın. Mətnə əsasən nə problem hesab edilir? Mətndə problem qızların təhsil almasına qarşı olan cəmiyyət, yəni cəmiyyətdəki təsir və müəyyən ənənəvi düşüncələri mübahisəsi yazmaq olar. Məsələn, və yaxud da yazmaq olar detallı. Dağlı məhəlləsində qızların məktəbə getməsi nadir və qəbul olunmayan bir hal kimi qəbul edilir. Yəni bu problem idi. Və yaxud da Hüseyn Qulu qızların məktəbə getməsini təşvik edəndə narahat ki, cəmaət necə qarşılayacaq bunu? Bax, problemlər bunlardır. Bunlardan birini yazmışsa doğrudur. Bəs həll yolu necə idi? Cəmiyyətin ənənəvi düşüncələrini aşaraq qızların təhsil almasının vacibliyini daha geniş təbliğ etmək və ailə üzvlərinin dəstəyini qazanmaqdır. Cəfərin və digər ailə üzvlərinin qızların məktəbə getməsinə qarşı çıxanları inandırması, müasir yanaşmanı tətbiq etmələri problemi həll edir. Bu şəkildə yazmaq olar. İnşallah ki, neçələr istədiyiniz kimi olar gənclər. Neçə düz yazdığınızı rəy bölməsinə yazmağı unutmayın. Hər hansı bir sualınız olarsa mütləq cavablandırmağa çalışacağım. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşərik.